Salam, sizinlə Vüqardır. Biz indi yaranmış sual əsasında dərsimizi yazırıq və əsas sual yaranmış obyektin içindəki açılmış proyom, yəni ki, daha doğrusu içindəki açılmış yumru dəlik, yəni necə düzələ bilir və onu Smart Fill komandası ilə bir-birinə olan keçid rənglərinin yaranması. İndi göstərək sizə. Hər hansı bir obyekti yaratmaq üçün, yəni biz Corel'da fərqli olaraq kontrol düyməsini basıb saxlayaraq mausun sol düyməsi ilə onu belə proporsional yarada bilirik. Shift ilə o belə proporsional hər bir istiqamətdə gedir. Alt ilə isə sadəcə olaraq belə gördüyümüz kimi gridlərə birləşə-birləşə yaranır. Amma burada əsas shiftdən və yaxud kontroldan istifadə edib düzəldə bilirik biz bu obyekti, yəni bu formada. Bizə lazım olan dairənin ölçüsünü təyin edib qoyuruq bura. Bu hissədən misal üçün 150-nin tabla düşürük aşağı, 150-yə yazıb obyekti yerləşdiririk. Klaviaturadan P düyməsi basılanda yaradılmış səhifənin, yəni öncədən təyin olunmuş və yaxud sonra təyin olunmuş format olan ölçənin düz mərkəzinə otuzdurulur P düyməsi ilə. Deməli, bu əsas yaranmış sual İllustratorla Corel arasında olan bir fərqi göstərmək idi. Əslində biz İllustratora aid dərslərlə ayrı yazırıq Corel'a aid, amma burada məcbur olub göstərəcəyik ki, Adobe Illustratora gedirik. Deməli, buradan bizim artboard'u götürürük. Deməli, biz Corel'da A3 qoyduğumuzdan buradan da A3 təyin eləyirik. Sonra Edit menusunun içindən, Preference menusunun içindən, Units'in içindən Point'ı götürüb, misal üçün tutaq ki, millimetr qoyuruq. Bunların hamısını millimetrə dəyişirik ki, ölçü vahidimiz bizim interfeysdə, yəni ki, millimetr olsun. Bunu burada təyin etdikdən sonra buradan obyekti götürüb, yəni yumru elementi bura qoyduqda, buradan 150-nin 150-yə, burada da tabla düşürük aşağı, obyekti yaradırıq və buradan bu düymələrdən istifadə edib biz yaradılmış bizim bu xətti səhifənin ortasına yerləşdiririk. Corel'da da gördüyümüz kimi, yəni mümkündür P düyməsi ilə və yaxud bizdə burada Align and Distribute komandası var ki, Ctrl-Shift-A düyməsini basdıqda o çıxır və biz P düyməsini basdıqda o mərkəzdə dayanır, lakin burada bizdə bu komandada var ki, buradan ikinci düyməni basdıqda, bunları istifadə etdikdə səhifənin ortasında belə bu formada yerləşdirmək olur, İllustratordakı kimi. Yəni, burada fərqi məndən izah eləmək istəmişdilər ki, Corel'da necədir və İllustratorda necədir, yəni bu formada işləyirlər. Bunu biz başa düşdük. İndi isə klaviaturadan, əslində qaynar klaviş ilə ki var, hotkey deyirlər ona, qarəçi klavişi rus dilində. Biz buradan, burada shortcut, keyboard shortcut, bundan da istifadə edə bilirik ki, yəni buradan biz istədiyimiz klaviaturada buradan müəyyən bu başlıqları, hərfdən klaviaturdakı olan başlıqları yerləşdirə bilək. Ki, biz hansı düyməni basdıqda və həmin komanda işə düşsün, istədiyimiz komandaları oraya əlavə eləyə bilirik. Deməli, biz bunu başa düşdük. İndi isə əsas yaranmış sual Corel-Draw'da Shift düyməsini basıb saxlayaraq mausun bu düyməsini, sol düyməsini içəri çəkdikdə, sağ düyməni basdıqda biz onun kopyasını çıxarda bilirik ki, sonra biz onu buradan belə ikisini də qeyd edib, burada trim komandasından istifadə edib, içini silib, yəni bunun içini silib, bax belə, shift'i tutub belə qeyd etdikdə və birinci obyektin o bir obyekti silməsi kimi istifadə edib, ona müəyyən sol düymə ilə rəngi veririk. Gördüyümüz kimi. İkinci forma bizdə, yəni eyni ölçüdə, indi ölçünü mən qeyd eləməmişdim, təxmini üstünə tutub qoyuram. Bunun deməli qalınlığını ekrandan da biz təyin eləyə bilirik. Misal üçün 100 yazım və F12 düyməsi basılanda onun içdən olmasını təyin eləyirik və biz təxmini yaranmış bu obyektin ölçüsünü tutub bax belə yaradırıq. Bu bizdə alındı. Lakin buradan Shift düyməsindən basanda biz onun xətt olduğunu görürük, yəni içinin boş olduğunu görürük. Çünki o xəttin qalınlığının içər kontur xəttini göstərir. Ctrl-Shift-Q düyməsini basanda həmin hissə sınır. Eləcə də bu komandanı biz, deməli, indidən qeyd edeyim, Warframe və Enhanced işlədirəm. Klaviaturadan Alt-W, Alt-7 qoymuşam ki, mən karkasa baxa bilim ki, nə iş görürəm. İllustratorda isə bizim bu obyektimizin qalınlığını da eyni ilə gəlib buradan Stroke komandasının içindən gəlib buradan tutaq ki, belə veririk. Gördüyümüz kimi buradan da biz onun iç xəttini, ön xəttini, yəni hansı nöqtədən başlamasını biz təyin eləyə bilirik. Və burada da bizdə eyni ilə biz
gəlib view komandasının içinə outline basdıqda ki, xətti görürük. Amma bu halda biz buradan deməli keçib bu düymədən istifadə edəndə biz ona belə bir kontur verə bilirik. Və qeyd edeyim ki, xəttlərin içində işlədikdə əslində bizdə path komandası ki var ki, burada da outline stroke demək olar ki, yaranmış xəttin iç xəttini və yaxud iki bu sərhəd ki var, iç və çöl, onun yəni belə tam konturunu yaradır. Ki siz rahat, yəni bu əməliyyatları iki cür apara bilirsiniz. Ya bunu belə dəşirsiniz, indi göstərdiyim kimi belə kontur xətti yaradırsınız və yaxud siz onu da burada yaratdığınız obyektlə, yəni bu gördüyüm kimi, deməli Ctrl+C, Ctrl+Shift+V düz üstünə qoyduqda Alt və Shift düyməsi ilə onu kiçiltdikdən sonra bu obyektin ikincisini qeyd edib, deməli Pathfinder komandasının içindən bu iki komandadan istifadə edə bilirsiniz ki, yəni birinci ikincini kəsir və yaxud ikinci birincini kəsir. Amma burada fərq nədədir? Gördüyümüz kimi dala qaytarıb basdıqda görürsünüz burada bax belə bir yazı yazılır. Select one or more filed path. Burada nüans nədir? Yəni bunu basıram indi mən buna hər hansı bir rəng verirəm ki, fərqi görək. Kontur verdim ki, yəni seçilsin ki, bu üzdədir. Biz bunu indi arxa hissəyə atdıq. Bizim xəttimizi ikisini də qeyd etdik və yenə də buradan gəlib bu komandadan istifadə edir. İndi isə tərsinə bu komandadan yox, bundan istifadə edir. Burada ön-arxa söhbəti var. Yəni hansı arxadan önə silir və yaxud arxadakı önü silir. Çünki öndə olduğu halda biz bunları qeyd etdikdə bu komanda yəni işləmədi gördüyümüz kimi. Amma bunu biz arxaya atdıqda gördüyümüz kimi arxada olduğunda ikisini də qeyd edib istifadə etdikdə o sildi. Yəni burada belə nüanslar var, amma bunu buradan belə qeyd etdikdə o sildi. Bu formada biz obyekt istifadə edib belə, ondan sonra Illustratorda bu gördüyümüz Baldur komandasından istifadə edib biz müəyyən yerləri misal üçün əlavə edə bilirik bir-birinə birləşmiş formasını. Yəni bu belə etdikdə bizim obyektimiz gördüyümüz kimi ayrıldı. Yəni biz bunu müəyyən detalları bir-birindən ayırmaq üçün yəni istifadə edə bilirik. Misal üçün yenə də götürürəm, bunu buradan istifadə edirəm, bunu buradan istifadə edirəm, bunu belə istifadə edirəm. Gördüyümüz kimi detallar fikir verin, ayrıldı. Yəni bu formadan biz istifadə edib detalları ayıra bilirik. Lakin bir detalın içinə gətirib hər hansı bir digər detalı qoyduqda, onu qeyd etdikdə, burada bu divide komandasından da istifadə edib sağ düyməni basıb ungroup etdikdən sonra biz burada da bunu belə ayıra bilirik gördüyümüz kimi. Yəni divide komandası birləşmiş obyektləri bu formaya sala bilir ki, biz burada müəyyən dizaynda lazım olan effektləri yarada bilirik. Misal üçün tutaq ki, buranı hər hansı bir rəng rəngləmək və yaxud belə rəngləmək. Buna oxşar bir dərsimiz var. Yəni ki, bizim xətlərin bir detalı bir neçə rəngdə etmək üçün necə istifadə eləmək olar, amma üzərindən qoymaq kimi yox, bax bu formada. Əslində CorelDRAW-da yəni göstərilməsi tələb olunur bu sualın cavabı olsun deyə. Bunu da buradan bu hissəyə gətirib qoyduqda, obyekti qeyd etdikdə birinci və ikinci obyektin ortasına düşən ərazini bizdəki burada olan intersect komandası, indi onu önə atıram, yəni təyin eləyir ki, buradan biz ona rəng verəndə bu düzəlir. Bu amma bütöv gəlir. Buradan break komandasını basdıqda bunlar ayrılırlar ki, biz buradan ona müəyyən rəngləri verə bilirik. Gördüyümüz kimi və yaxud bunları buradan silirik. Bu obyektlərə götürürük, şəffaflıq rəngi verib bu formada saxlayırıq və obyekt qeyd olunduğu halda, çünki olunmadığı halda da mümkündür əslində belə. Burada bundan istifadə edirik. Smart Fill-dan. İstədiyimiz rəngləri buradan seçərək deməli qeyd edirik. Hansı hissələri istəyiriksə, yəni ayırmadan obyektin özünü biz ona müəyyən rəngləri verə bilirik. Tünd rənglərdən istifadə elədim deyə elə tünd rənglərlə də davam edeyim. Misal üçün belə. Rənglərin verilməsi zövqdən asılıdır. Yəni siz sifarişçi açıq ton deyə bilər, tünd ton deyə bilər. Gördüyümüz kimi sonra Shift düyməsi ilə bunları qeyd etdim və sağa çəkdim. Bu obyekt olduğu yerdə qalır. Gördüyümüz kimi. Yəni bax belə. Bu effekti biz bu formada burada Corel'dan ala bilirik və yaxud buradan gəlib yəni bunun iç hissəsini ayırmaq istəyiriksə, bu düyməni basdıqda öncə qeyd etdiyim kimi belə ayırıb bunlara ayrı rəng vermək olur. Lakin
Burada bu obyektlə bu obyekti də eyni orada göstərdiyim kimi silmək olur. Bax, bu formada ki, biz sonra onun bu hissəsini, yəni gördüyümüz kimi yaratdıqda, bax, belə bir ayrı-ayrı detallar əmələ gəldi. Yenə də break basdıqda burada da hissələrə bölünür. Hissələrə bölünür gördüyümüz kimi. Yəni biz sonra da bunlara buradan sol düymə ilə istədiyimiz rəngləri verə bilirik ki, buradan break basıldıqda buna gördüyümüz kimi ayrı rəng verə bilirik. Və bu formada bunu istifadə edə bilirik. Əlbəttə, bu yerində qaldığı halda bunun üstü örtülür. Bax, belə. Bunu da arxaya atdıqda biz əgər ona hər hansı bir rəng verəcəksə, o arxa hissədə qalır. Bu obyektlə də öncədən bunu silə bilərik. Baxır yanaşmaya. Kim necə istəyirsə, yəni belə effektlərin yaranması üçün bir-birinin içindən keçid və bir-birinin içindən keçiddə o belə rənglərin yaradılması üçün istifadə olunur. Bu deməli xətləri çəkirəm ki, sizə Smart Fill işləmə prinsipini göstərim. Çünki çox adamda sual yaradır o. Sadəcə olaraq yaranmış qapalı yerlər olduqda, fikir verin, bu açıqdır burası. Qapalı yerlər olduqda oranı biz rəngləyə bilirik və istədiyimiz rəngi təyin edə bilirik. Və həmin rəng üçün biz bax bunu buradan belə ayırıb sonra istifadə edə bilirik. Deməli, bu effekt əsasən də Smart Fill biz əgər müəyyən formalar düzəldiriksə və onları belə düzəltdikdən sonra, baxmayaraq ki, onlar qapalı formada işlənsə yaxşıdır, amma bizdə o qapalı deyil, yəni ki, mən bunları bax bu formada yerləşdirdim. Hətta bunun burasından bir dənə belə gəlin düz xətt çəkək ki, belə asan da olsun. Yəni, buradan tutub çəkirəm birini belə, yaxınlaşdırıram mouse'un scroll'dan istifadə edib, bunu gətirib qoyuram bura. Özü də belə əyri, fərqi yoxdur. Birini də gətirib qoyuram bura. Amma elə eləməliyəm ki, yəni burada bu xətt örtsün. Gördüyümüz kimi obyekti belə düzəltdikdən sonra buradan gəlib Smart Fill-i götürürük və ona müəyyən rənglər təyin olunur. Buradan misal üçün istəyirəm ki, buraları qırmızı olsun, bu qırmızı olsun. Gördüyümüz kimi bax belə. Burada basılıdır bu. Biz buna uyğun rənglər seçirik. Baxırıq ki, misal üçün oranjlı, yəni narıncı rəngdən istifadə edirik. Burasını və burasını və burasını belə edirik gördüyümüz kimi və hər hansı bir rəngdən istifadə edib tutaq ki, tam fərqli bir rəng götürək. Olsun göy. Misal üçün nümunə kimi hazırlayırıq onsuz da. Burada fikir verin, bunu diqqətlə basmaq lazım, diqqətli eləmək lazımdır ki, belə hal baş verəndə görürsünüz, yəni düz ortası nöqtəsini tutdu. Olur belə hallar ki, düz tutmaq olmur. Bu Shift düyməsi ilə obyekti buradan belə qeyd edirəm. Çox adam deyir ki, buradan işləməyə çox detal olduqda çətin olur. Object menüsündən Object aktivləşdiririk və burada açılmış page birincisindən bunu aktivləşdirdikdə buradan biz tuturuq bizim bütün bu xətti, çəkirik sağa, görürsünüz. Burada bax bu iki xətt, yəni ki, kontrol ilə ləğv eləyirik və bunları sağa çəkdikdə görürük ki, bizim detalımız yox. Ctrl-G düyməsini basırıq və bizə bu xəttlərlə ehtiyac olmur. Bizim obyektimiz hazır oldu və bunun üzərində bir dəfə basdıqda, bunun orta nöqtəsini təyin etdikdə, bunu da mən necə məsləhət görürəm sizə. Hər hansı bir dairəni götürürsünüz, P düyməsi ilə mərkəzə atırsınız. Sonra obyektimizi otuzdurursunuz, sonra ikinci obyekti qeyd edib C düyməsini basıb yerləşdiririk mərkəzə və yaxud bu düymədən istifadə edirik və onu yerləşdiririk mərkəzə. Ondan sonra bu obyekti qeyd edib üzərində bir dəfə basdıqda burada bu yumrudan istifadə eləmək ki, mərkəzdə olsun və kontrol düyməsini basıb saxlayaraq, bunun indi daxilində də belə ola bilər, belə də ola bilər. Sağ düyməni basıb buraxdıqdan sonra Ctrl-D düyməsi ilə duplicate edib və bunun ortasındakı nöqtəni sonra ləğv eləyə bilərsiniz ki, yəni ki, olmasın. Sonra obyektin hamısını qeyd edib, yəni biz onu birləşdirə də bilirik. Birləşmiş bu rənglər prosta gedir, amma belə olanda isə qalır. Amma biz buradan ungroup edib ancaq yalnızca bu qırmızıları birləşdirmək istəsək, bu qırmızıları qeyd etdikdə, burada gördüyümüz kimi, bu düymədən istifadə etdikdə onlar birləşir. Gördüyümüz kimi individual görürsünüz, bunu misal üçün bunlarla birlikdə basdıqda birləşmə baş verir. Bunu əlbəttə ki, burada biz ayırmışıq deyə və bu, yəni buradan qeyd elə, yəni problem yaşaya bilirik. Ona görə də buradan da biz əslində qeyd eləyə bilirik onu, amma burada bir dənə məsələ var ki, bu nöqtələr də qeyd oluna bilir. Amma buradan seçmək olur konkretlə, yəni biz seçə bilirik ki, hansı düyməmiz
basaq ki, yəni bu birləşsin. Misal üçün belə. Gördüyümüz kimi o əyrilər getdikcə, yox olduqca, yəni ki, bizim o komandalarımız da birləşir. Mən şəxsən onu buradan qeyd edirəm. Yəni ki, buradan qeyd edirəm və obyekti və belə baxıram. Nələr qalıbsa, onları da buradan belə qeyd etdikdə o birləşir və mənə düzdür bir neçə dəqiqə itirəsi oluram. Ondan sonra bunu birləşdirirəm. Yəni buradan da bunu birləşdirirəm. Bax, belə birləşdirərək bunun orta nöqtəsindəki o keçidləri ləğv edirəm. Bunu buradan belə keçirəm. Və obyektimiz demək olar ki, tamamlandı. Yəni ortası birləşmiş, qıraqları isə belə ayrı-ayrı bir element kimi, yəni düzəldib ortaya çıxartdıq. Əlbəttə bunu götürdük, qeyd edib, yəni biz bunun ölçüsünü ortaya çıxardırıq. Ondan sonra hər hansı bir yumruğunu yaratdıqdan sonra buradan onun ölçüsünü yazırıq. Yazdıqdan sonra shift düyməsini basıb obyektin, yəni buradan belə qeyd etdikdə bütöv olduğundan shift'i basıb ikinci obyekti qeyd edib klaviaturadan C və Y düyməsini basdıqda o mərkəzə oturur. Və biz burada istifadə etdiyimiz rənglərdən, yəni tutaq ki, oranjını basdıqda və ona qalınlıq verdikdə, tutaq ki, belə bir qalınlıq verdikdə və bunun üzərində olan konturları ləğv etdikdə, daha doğrusu altdakını qeyd eləyək, bunun üzərində qeyd etdiyimiz belə bir mandala əldə etmiş oluruq və Ctrl-G düyməsi ilə onu bütöv edirik ki, belə bir şey alındı. Bu düzələndən sonra isə buradan Smart Fill-dən istifadə edib biz bunun müəyyən yerlərini istədiyimiz kimi, yəni içinə müdaxilə eləmədən, əlavə çəkilmədən biz obyekti belə dəyişə bilirik rənglərini. Burada indi oranjıvı var, misal içinə belə başqa bir rəng təyin eləmək olar, özündən fərqli olaraq və yaxud hər hansı bir belə bir rəng təyin eləmək olar. Tutaq ki, indi mən burada rəngi nümunə kimi göstərirəm. Bunun iç nöqtələrinə qədər siz, yəni ki, müdaxilə eləyə bilirsiniz. Tutaq ki, burası belə olsun və yaxud burası belə olsun. Yəni, burada indi yanaşma fərqlidir. Gördüyümüz kimi, belə bir effektlərdən istifadə etdik. Adi yaranmış obyektdən onu fırlatdıq, düzəltdik, müəyyən yerini birləşdirdik. Kontur lazım olmadığı halda buradan təzədən obyektin hamısını qeyd edib sağ düyməli konturları ləğv eləyə bilirik. Onda kontur tam ləğv olunur. Nəzərə alaq ki, burada bizdə bunun qırağında da kontur istifadə olunub deyə, bax burada. Ona görə kontur yox ola bilər. Və biz əlbəttə ki, kontrol düyməsini basıb saxlayaraq buradan qeyd etdikdə bizim konturumuz tək özü qeyd olunur ki, biz onu Ctrl-Shift-Q düyməsi ilə dəyişib onu tam bizim bu obyektimizin qıraq sərhəd xətti kimi təyin edib qoyuruq və onun qalınlığı bax burada tamamlanır. Gördüyümüz kimi və onun üstünə yerləşdiririk bax bu formada. Obyekti isə önə-arxaya, yəni biz obyekti önə-arxaya klaviaturadan, yəni notebooklarda FN var, ondan istifadə edirik. Deməli, həmin komandadan istifadə edərək önə-arxaya qoya bilirik. Page down, page up komandası ilə istifadə edib onu biz shift düyməsi FN-lə bir yerdə lap önə, lap arxaya və yaxud Ctrl, yəni ki, Ctrl FN-lə etdikdə isə 1-1 düşür, sağda gördüyümüz kimi. Amma Shift-lə isə lap önə, lap arxaya belə yerləşdirmək olur. Yəni, bax, bu əsas bir obyektdə obyektin yerləşdirilməsi, bir-birindən arasına düşən ərazinin rəngin təyin edilməsi və Smart Fill-dən istifadə qaydasını biz, yəni ki, buradan gördük. Yəni, onu da biz istifadə edə bilirik bu formada. Əlbəttə, bizdə müəyyən, yəni geniş komanda dərsləri var ki, biz bunu başqa cürdə istifadə edirik. Amma hələ ki, bir üsul göstərirəm ki, siz hələ bunu buradan, yəni bu cür istifadə edə bilərsiniz. Deməli, burada bizdə yaranmış hər hansı bir obyektdə biz istənilən rəngi, misal üçün, buradan verə bilirik və bizdə burada gördüyümüz kimi belə rənglər də mövcuddur ki, biz onların rəngə müdaxilə edə bilirik buradan və buradan da müdaxilə edə bilirik. Yəni ki, rəng çeşidlərini buradan götürüb seçib aça bilirik ki, misal üçün, əlavə rənglər gəlsin və onlardan da istifadə edə bilirik. Yəni, hər proqramın özünə məxsus rəng vermə və rənglərlə işləmə üsulu var ki, burada da 2-3 panel onun üçün nəzərə alınıb. Eləcə də Corel'da gördüyümüz kimi bu hissədə, yəni CMYK bu hissədə RGB nəzərə alınıb ki, o da Windows'dan, Color Paletes'dən palet aktivləşdirəndə palitraları biz buradan, yəni ki, istədiyimizi yandırıb söndürə bilirik və bütün pantonlar hamısı ona aiddir ki, biz panton rənglərində içindən gəlib hər hansı bir pantonu
seçsək, onun da öz palitrası açılır ki, biz onu istifadə edə bilirik bu burada gördüyümüzdə. Lazım olmadığı halda, yəni bu rəngləri yerləşdirirəm bu formada və bu Pantone rəngləri mənə lazım olmur. Düzdür, dizaynda istifadə edib sonra biz paylaşım üçün istifadə edə bilirik, amma RGB eləyirik ki, çünki rənglər, tonlar oxşar qalsın, amma çap üçün nəzərə almaq lazımdır ki, Pantoneları həddindən artıq çox doldurmaq lazım deyil, qiymət fərqi əmələ gəlir çap məhsullarında. Bu Pantone'la əlaqədar onu biz cavablandırmışıq deyəsən öncə olan dərslərimizdə. Bax, bu qədər. Bu formada yaradıb biz müəyyən misal üçün obyektləri ortaya çıxarda bilirik. Hələ ki, yaranmış sual əsasında yazılmış video bu qədər. Bəyənirsinizsə dəstək olun, like edin, bizi izləyin və nə sualınız varsa verin, biz onu video dərs formasında cavablandıraq. Təşəkkür edirik diqqətinizə görə.